gənclərə maddi dəstək vermək lazımdır. Yox, mənim maddi imkanım çox genişdir. Qarşımda da təpədən dırnağa qədər maddi ehtiyac içində qıvrılan bir gənc var. Başlayıram ona öyüd nəsihət verməyə. Əzizim, öyüd nəsihəti saxla sonraya. Hələ çıxar da onun bir maddi ehtiyacını ödəyə. Onun maddi ehtiyacı sən orada göyə baxırsan, deyir, burada məni yer aparır. Ramil Röşən deyir. Onun bir maddi ehtiyacını ödə, imkanın var da. Nəyə saxlamısan? Kimə saxlamısan bunu? Xərclə də onsuz da 5-10 il ömürdür. Yaşayıb çıxıb gedəcəksən. Bu bizim mədəniyyətimizdir axı. Bu bizim mədəniyyətimizdir, əxlaqımızdır, tərbiyəmizdir. Biz buyuq. Azərbaycan budur. Bu yad bir şey deyil bizə. İnsanlara dəstək olmaq, xeyriyyəçilik etmək imkanın qədərində. Heç kim demir ki, imkanından artıq. Xeyr. İmkanın qədərində. Məsələn, sənin hər ay 100 min manat gəlirin varsa, bu 100 min manatın, 5 min manatın, 10 min manatını sən xeyriyyəçiliyə xərcləyə bilərsən də. Mən hələ çox dedim, bəziləri heç o 1 manat da xərcləmir, təəssüflər olsun. Ancaq özüm. Bu bizə yad mədəniyyətdir, əzizim. Yad. Biz Azərbaycanlıyıq.